Malayziya Azərbaycanı həm müharibə dövründə dəstəkləyib, həm də hazırki sülh prosesi zamanında dəstəkləyir. Bu sözləri Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohidriza Apaya deyib. Biz Azərbaycanı beynəlxalq platformalarda dəstəkləmişik. Azərbaycan isə bizi iqtisadi sahədə dəstəkləyib. İki ölkə arasında iqtisadi əlaqələr, ticarət yüksəlməkdədir. Xalqlarımız arasında da münasibətlər güclənir deyə səfir deyib. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir, qarşıdan gələn illərdə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək Azərbaycana, Malayziyadan gələcək yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin bu əlaqələri daha da inkişaf etdirəcəyini bildirib. Gələn ilin mayında Azərbaycan 13-cü Ümumdünya Şəhərsalma Forumuna və iyun ayında İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcək. Biz hər iki qurumun üzvüyük. Malayziya bu forumun üzvü, İslam Əməkdaşlıq Təşkilatının isə qurucu üzvlərindəndir. Bu tədbirlərdə iştirak etmək üçün Azərbaycana Malayziyadan çox yüksək səviyyəli nümayəndə heyətləri gələcək və keçiriləcək görüşlər ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək deyə səfir vurğulayıb.